müəllimlər, qonaqlar, əziz şagirdlər. Aprel döyüşlərinin 9-cu il dönümünə həsr olunmuş Böyük Zəfərin Başlanğıcı adlı tədbirimizi açıq elan edirik. Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilsin. Merhaba, herkese salamlayıram. Bugünkü tədbirdə sizləri məktəbimizdə görmək bizim üçün həqiqətən də xoşdur. Hörmətli şəhid ailə üzvləri, qazilərimiz, müharibə iştirakçıları. Çox təşəkkür edirik ki, bugün sözümüzü yerə salmadınız və bugün 9-cu il dönümünü qeyd edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, müharibə iştirakçılarına, veteranlarımıza can sağlığı arzulayırıq. Və xahiş edirəm, gəlin bir dəqiqəlik sükutla onları yad edək. Allah rəhmət eləsin. Danışacaq çox söz var, ancaq biz hər zaman olduğu kimi bu gün də məktəblilərimizin sözləri ilə öz içimizdə olanları sizə çatdırmaq istəyirik. Azərbaycan müstəqillik tarixinə şanlı səhifə kimi yazılan Aprel döyüşlərindən 9 il ötür. Həmin tarixi bir daha xatırlamaq, şəhidlərimizi yada salmaq borcumuzdur. Aprel müharibəsi adlanan bu 4 günlük müharibə 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında ölüm-dirim savaşı oldu və Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələndi. Döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli rayonunun Lələtəpə yüksəkliyi və Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun tam nəzarətinə keçdi. Mən də öz növbəmdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə, veteranlarımıza can sağlığı arzulayıram və gələn qonaqlara da öz təşəkkürümü bildirirəm ki, çox sağ olun, əziyyət çəkib gəlmisiniz. Çox sağ olun, mən də bütün bura gələn tədbir işçilərinin hər birini salamlayıram. Və bu gözəl tədbirdir, bizim zəfər günümüzdür. 2016-cı il bizim zəfər günümüzün başlanğıc günü oldu. O gündə də bizim kənddən də çox sürayətlər göstərildi. Çox gənclərimiz torpaqların azad edilməsi üçün özləri könüllü müraciət etdilər. Və 2020-ci ildə də belə bir müraciətlər oldu. Mən bu günlərim 8 kəndin bələdiyyəsi olmağıma baxmayaraq,
hər kənddən zəng gəldi ki, biz də tədbirdə iştirak elə. Mən öz kəndimi seçdim. Çünki bu kənd həmişə müharibədə də fərqlənirdi, bütün kəndlərdə. Ona görə də bizim kəndimiz həmişə dövlətini, vətənini sevən bir kənd olubdur və şəhidlərin qarşısında baş əyirəm, şəhid ailələrin qarşısında baş əyirəm. Qazilərimizə uzun ömür, can sağlığı arzulayıram. Və onların səyi nəticəsində bugün biz güllə altında yaşamırıq. Bax, Tərtər 30 ildir güllə altında, evdə uşaq da duranda hamısı güllə səsində durdu. Amma bugün şəhidlərimizə görə, o qazilərimizə görə biz o güllə səsindən uzaq olmuşuq. Bu gözəl tədbirdir, zəfər tədbirimizdir. Hər birini salamlayıram, uzun ömür, can sağlığı arzulayıram. Mən də ilk öncə gələn qonaqları salamlayıram. Bu günləri bir əlamətdar günü, yəni aprel hadisələrinin ildönümünün 9 illiyini qeyd edirik. Bu gün çox önəmli bir gün oldu Azərbaycan üçün. Bizim alnımızda böyük bir ləkə vardı. 30 il torpaqlarımız işğal altındaydı. Təbii ki, həmin bu illər dövründə ara sıra erməni silahlı qüvvələri təxribatlar törədirdi, müəyyən qüvvələrinin təsiri altında müəyyən şəhidlər verildik, qazilərimiz olurdu, yaralılarımız olurdu. Və 2016-cı il aprel ayının birindən ikisinə keçən gecədə həmin təxribatın belə deyək ki, bir silsilə hissəsi idi və həmin ərəfədə artıq Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi, Azərbaycan xalqı, Azərbaycan ordusu susa bilməzdi, yetərincə silahlanmışdı, yetərincə qüvvələnmişdi və ermənilərə, erməni silahlı qüvvələrinə, silahlı birləşmələrinə həmin günün layiqli cavablar verdilər. Və belə deyək ki, Azərbaycanın üzr istəyirəm, Azərbaycanın müharibə dövründə həmin aprel hadisələri bir əks dönüş yaratdı və zəfərə gedən yol həmin aprel hadisələrindən başladı. Həmin günü ayın birindən ikisinə keçən gecə 230 hərbi texnikası düşmənin məhv edildi, 500-dən çox yaralısı oldu və böyük artilleriya qurğuları, 30 tankı, 29 raket hərbi bazaları tamamilə yerlə yeksan oldu. Və belə deyək ki, həmin ərəfədən sonra Dağlıq Qarabağda işğal altında olmuş ərazilərdə yenidən tikinti, qurucu, abadlıq işləri sücayət aldı. Və həmin ərəfədə ən yüksək, önəmli məsələ ondan ibarət oldu ki, Azərbaycan üçün 44 günlük vətən müharibəsi üçün bizə zəmin yaradan orada strateji nöqtələr vardı. Lələtəpə, Cocuq Mərcanlı, Talış kəndi. Həm bizim şəhidlərimizin qanı canı bahasına həmin ərazilər düşməndən azad oldu. Və biz hamımız şəhidlərimizə borcluyuq. Biz şəhidlərimiz qarşısında baş əyirik. Allah Cənab Ali Başkomandanı qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Təşəkkür. İndi isə söz verilir şəhid ailələrinə. Sağ olun, söz verdiyiniz üzrə. İlk öncə rəsmənimizə öz təşəkkürümüzü bildiririk şəhid ailələri altına. Yəni, həmişə yad eləmişsiniz. Can sağlığı versin. Yəni, tədbiri də biraz üzrə çox edir. Danışamıyorlar. Yani şahitlerimize Allah'tan rəhmət, valideynlerine can sağlığı. Ay bülbül sevdalı, sehirli çiçek, bu doğma bu aziz dağlara bezek. Ne vaxtı biz senden ayrı düşmüştük, gelindi kol kola cenneti gezek. Ne vaxtı biz senden ayrı düşmüştük, gelindi kol kola Şuşanı gezek. Sözümün kudreti çatmaz, Tanrı'nın sabri var, hakkı unutmaz. Bu
vətən bağında ay xarı bülbül mən səni aradım hər gələndə yar. Qəlbimiz ağladı, lal oldu dillər, sənsiz aylar keçdi, ötüşdü illər. Yaşadın bu xalqın dualarında, səni unutmadı gələn nəsillər. Qəlbimiz ağladı, lal oldu dillər, sənsiz aylar keçdi, ötüşdü illər. Yaşadın bu xalqın dualarında, səni unutmadı gələn nəsillər. Yasap günüdür dedi igidlər, cennet Qarabağda bizim şehitler, silaha sarılıp vətən dedilər. Amir Seyim nuruna borsatına, elim gedir Zəngilan ağlatına, uca vətən, uca şöhret tacına, biz kim ötür indi vətən çağrıdır, indi azad Qarabağ günbegün abadlaşır. Döyüş başlayarken vətən çağırdı, hava qara buludlu, yağış yağırdı. Ailenle vidalaşıp getmək ağırdır. Getdi vətən uğrunda igid şəhidlər. Uşaqlar, bu gecə adi gecə deyil. Düşmən hərəkəti artırıb hazır olun. Gün doğmadan hər şey dəyişə bilər. Sabahın necə olacağını heç düşünürsünüz? Sabah qələbə olacaq. Qəhrəman igidlər silahı ardı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Dastana döndü, dastana döndü. Çekti hayalımda, özgezer yurdum. Dumanlar başımda, dastana döndü, dastana döndü. Kömək edin mənə. Ver bura uşağı. Uşağı ver bura. Yox, olmaz, o hələ uşaq. Ver bura uşağı. Yox, ətraflar, boşlayın uşağı. Kömək edin mənə. Bax durun, hamınızı öldürərəm. Uşağın verin ətraflar. Sizə deyirəm, siz soğuksuzlar, kökünüz kəsiləcək. Qarabağ Azərbaycanında heç o Ermənistan olmayacaq. Saqqal oğlu saqqal. Nə dedin? Aparın bunu buradan. Ağlama ana, uşağın sağdır, götür.
Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Bu yurtda denizin hem de çayın da bir tarih yazıldı sinene vətən. Bu aprel ayında igidlər sarılıb topa gülləyə, qoymadı xalqımız qəddini əyə, al bayraq sancıldı lələ təpəyə. Bu aprel ayında Titrəkəllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası, dizlərin üstünə əyib belini, sellər tək sağlama şəhid anası. İlahi, həsrət qaldım mən balama baxdığım kimi baxarsan, balamdan ötəri çox darıxmışam, onu hər gecə yuxuma salarsan, balamı görüncə soruşacam, balam, sən çox üşüyən idin axı, indi də görüm istim yanın, indi yerin soyuqdur, məzardır axı. Bilirsiniz ki, cəbhədə vəziyyət pisdir. Mən də gəlmişəm ki, sizin oğlunuzu cəbhəyə aparım. Aynen, cəbhədə vəziyyət pisdir. Mən də hərbiyə getmək istəyirəm. Onsuz da qardaşın gedir, sənin getməyin vacibdir. Vətən dardadır, mən də vətən xidmətini çəkmək istəyirəm. Düz deyirsən oğul, vətənin dar günündə vətənin yanında olmaq lazımdır. Ora! Əsgərlər, bilirsiniz ki, cəbhədə vəziyyət pisdir. Ermənilər atəşkar pozub. Zirvə bizimdir! Qarabağ Azərbaycandır! Ölmək var, dönmək yox! Qardaşın hanı ay bala, sən nə demək? Bəs qardaşın hanı? Oğlunuz başına Vətən çəkib onu bərk-bərk bucaq. O ürəyi, o nəfəsini yarır. Sən buradan çıx. O canına can qurban Azərbaycan. Əziz səndə əyilməyən müqarımsan. O canına canım qurban Azərbaycan. Savaşlardan anlatır çıxan zaman. Faizlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan. Korkmaqla canım qurban Azərbaycan. Xilas eyləyir. Vətəni uğrunda canım verənlərə yaradan cənnəti miras eyləyir. Hər kəsə bəyandır bu ki həmişə şəhiddən cənnətin qoxusu gəlir. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlir. Əziz tədbir iştirakçıları, bununla da aprel döyüşlərinin 9-cu il dönümünə həsr olmuş tədbirimizi sona çatdırdık.